Azad olunan ərazilərdə bərpa, quruculuq, yenidən qurma işləri son sürətlə davam etdirilir. Həmin ünvanlardan biri də Xocavəndin Sos kəndi, eyni zamanda Hadrut qəsəbəsi və Qırmızı Bazar qəsəbələridir ki, bu ərazilərdə də əhalinin geri qayıdışı üçün, ailələrin öz yurd yuvalarına köçməsi üçün müvafiq işlər görülür. Ərazidə biz müşahidə etdiyimiz müddətdə bir sıra işlərin də görüldüyünü müşahidə edə bilirdik və paralel olaraq elektrik enerjisi çəkilib, eyni zamanda telekommunikasiya xətləri də ərazidədir və bu ilin iyul ayından etibarən ərazinin əkin sahəsi olaraq istifadə olunması üçün də müraciətlərin qəbuluna başlanıldı. Hadrut ərazisi önəmli idi müharibənin gedişində, çünki Xocavəndin dağlıq strateji kəndlərinə keçən yol və həmçinin Şuşaya aparan yol məhz bu ünvandan keçirdi. Ona görə də Ermənistan silahlı qüvvələri qətiyyətlə bu ərazinin azad olunması xəbərini qəbul edə bilmirdilər və yalan məlumatlar paylaşmağa çalışırdılar. Hadrut da daxil olmaqla işğaldan azad olunan bütün ərazilərimizdə bərpa, quruculuq işləri son sürətlə davam etdirilir.